bizim uğurlu kanalın başlayandan sevginizi kazanmış olan kanalımızın değerli, istəkli, dərrakəli, emosiyalarını idarə edən izləyiciləri. Belə bir fikirləşdik, qərar verdik ki, bir neçə veriliş mən tək danışım, sualsız. Birbaşa dərrakəmin süzgəcindən keçirdiyim, sizin qulaqlarınıza və təfəkkürünüzə layiq gördüyüm fikirləri paylaşım. Ki, sizə faydalı olsun. Bir neçə mövzu istiqaməti var idi. Mən çox düşündüm ki, nədən başlayaq və məlum oldu ki, araşdırmadan ki, kişi-qadın münasibətləri barəsində aktual mövzular var. Kişi-qadın münasibətlərinin indiki dövrdə müəyyən bir absurd vəziyyətə çatdığı məqamda məncə bunlara toxunmaq vacibdir. Kişi-qadın münasibətləri deyəndə təbii cinslər arası münasibətdən söhbət gedir və bu münasibətin müxtəlif formatları var da bilirsiniz. Var sevgili münasibətləri, ilkin flirtdən başlayaraq. Var evlilik münasibətləri. Var məsələn xəyanətkar kənarda, yəni cütün bir tərəfin xəbəri olmadan qıraqda sinsi deyən türlərin sinsi adlandırdığı altdan münasibətlər, yəni xəyanət dediyimiz. Əslində isə adulter dediyimiz münasibətlər. Bunlar isə kişi və qadın münasibətləridir. Amma təbii ki, bütün bu münasibətlər müəyyən çərçivələrdədir. Elmi, psixoloji çərçivələrdə. Düzdür, mən elmdən danışmaq istəmirəm sizə. İstəyirəm münasibətlərinizin nə dərəcədə olduğunu bax bu dəqiqə ölçüb aydınlaşdıra biləsiniz. Mən sizə ölçü sistemi verəcəm. O ölçü sistemindən özünüzün bugünkü münasibətlərinizə baxın, ona dəyər verin. Hansı ölçü sistemindən gedir söhbət? Münasibətlərin ideal olmağa can atan çoxlu fəlsəfi, çoxlu elmi, psixoloji yanaşmalar var ki, ideal münasibətlər necə olmalıdır, münasibətlər necə qurulsun. Və buna bir neçə baxış bucağı var. Bunun var ruhi, mental yoga ilə baxış bucağı, hansı ki, mənim şəxsi baxış bucağımdır. Buna müəyyən dərinlikdə toxunmaq istəyəcəm, amma vaxt olsa. Çünki müəyyən reglament və vaxt içində danışmaq istəyirəm. İkinci var baxış bucağı, fəlsəfi baxış bucağı var. Bu sevgiyə və münasibətlərə. Bugün ona da geniş baş vurmayacağım, amma ən vacibi praktik psixoloji baxış bucağı var. Süzgəcdən keçirdiyim, sizin üçün hazırladığım. Nədir o baxış bucağı? Kişi və qadın münasibətlərə başlayanda və münasibətlərin müəyyən mərhələsində sikllərdən, dövrələrdən keçir. Amma dövrələrə keçdikcə aydınlaşdırmalı olduğumuz bu məqamlar var. Birinci bilməlisiniz ki, kişi və qadın, hər ikimiz, hər iki cins dünyada fəaliyyətində 3 dənə səviyyə ilə bu dünyanı ünsiyyət saxlayırıq. Birinci səviyyəmiz bizim rasional, beynimiz, düşüncəmiz, dünya görüşümüzdür. Buna biz rasional səviyyə deyək, ağıl səviyyəsi, dərrakə səviyyəsi. Digər ondan aşağıda, əlimi belə qoyuram, bu ürək, qəlb, könlümüz dediyimiz emosional səviyyədir. Hisslərimiz, sevgi, qorxu, qəzəb, nifrət, həsrət, vüsalın şirinliyi, qısqanclıq və s. Müxtəlif hissiyat, emosional vəziyyətlər və emosiyalar. Bu bizim emosional səviyyəmiz. Deməli, var rasional düşüncə səviyyəsi, var emosional səviyyə hər bir insanda. Bir də var nə? Bizim seksual adlandırdığımız cinsel səviyyə var. Cinsi səviyyə, bədənsəl səviyyə var. Bəli, bax, hər üç səviyyə insanda var. Kişidə də var, qadında da var. Həm kişi, həm qadında bu üç səviyyə var deyə insanların uyğunluğunu daha xırdalığına varıb təhlil edə bilərik. Hardan bilək ki, cütlər bir-birinə uyğundur və birgə ömür sürə biləcəklər, birgə ünsiyyət saxlaya biləcəklər. Deməli, birinci növbədə rasional səviyyədə uyğunluğa baxmalıyıq. Düşüncələrimiz. Eyni istiqamətdə baxa bilirikmi? Eyni şeylər haqqında, eyni anda, eyni dərəcədə düşünə bilirikmi? Müxtəlif məsələlərlə bağlı, həyati məsələlər olsun, fəlsəfi məsələlər olsun, eyni mühakimə, oxşar mühakimə yürüdə bilirikmi? Fərqli fikirləri təfəkkürümüzlə, məntiqimizlə müzakirə edə bilirikmi? Ya oturub çay içib, kofe içib, telefona baxmayıb bir söhbət edə bilirikmi? Düşüncələrimizdə bir uyğunluq həzzi varmı? Və bu neçə faizdir? Yəni 10 balla, 10 baldan 5 bal, 5 baldan yuxarıdırsa, bu demək ki, düşüncələrimiz, təfəkkürümüz, rasionalımız uyğundur. Tutaq ki, 50% və yuxarı, yəni 5 baldan yuxarı. Yəni ikinci səviyyə nədir? İkinci səviyyə hissiyat səviyyəmizdir. Emosional səviyyə. Emosional, yəni eyni şeyə ağlayıb, eyni şeyə gülməyi bacarırıqmı?
eyni şeyə ağlaya bilirikmi, eyni şeyə gülə bilirikmi, sevgi hissimizin şiddətində yaxınıqmı, bir-birimizə qarşı fədakarlıq hissində həmahəngikmi və bir-birimizə qarşı olan, məsələn, emosional paylaşım dərəcəmiz eynidir. Yəni, bir-birimizə hisslərimizi nə dərəcədə paylaşa bilirik? Əgər sən sevgilin adlandırdığın insanla oxşar dərəcədə yaxın düşünə bilirsənsə və eyni şeyə ağlayıb gülə bilirsənsə, artıq bu uduşdasınız. Yəni, emosional uyğunluqda 50% və yuxarı odur ki, 5 bal və yuxarı odur ki, siz təxmin edirəm bunlar. Təbii bunlar biz dərin araşdıra bilərik ünsiyyətləri, yəni əyani müraciət edən insanlarda. Amma ümumi olaraq onu deyim ki, məsələn, bir kinoya baxırsınız. Kinoya baxırsınız, ikinizə də o ağlamalı, faciəli film kimi gəlir. Hər ikiniz ağlaya bilirsiniz. Amma biri ağlayıb, o birisi onun ağlamağına gülürsə, burada emosional uyğunsuzluq təbii ki var. Və yaxud da ki, bir komediya filmində, komediya anlayışında yaxınlığınız var. Eyni şeyə gülə bilirsiniz. Çox gözəl uyğunluqdur bu və bununla ölçə bilərsiniz ki, biz nə dərəcə uyğunluq. Demək, rasional və emosional hissəmizi təhlil etdik. Gələk seksual, cinsel uyğunluğa. Cinsel uyğunluq çox sadə bilinir. İki şəxsin bir-birinə cinsi cazibəsi eyni dərəcədədirmi? Hər ikisi cinsi həyata, ki, təkcə cinsi həyat koitus, yəni cinsi əlaqənin özü deyil. Cinsi həyat toxunuş, sığal, nəvaziş, xoş sözlər, kiçik sürprizlər və bu tipli ünsiyyətdir. Ümumiyyətlə, qadının cinsi həyatı elə toxunuşdan, baxışdan, hətta birgə rəqsdən başlayır. Kişidə cinsi həyat gəlir, nəyə görəsə məhdudlaşır, ancaq cinsi kontaktın özü ilə. Amma yox, geniş baxaq. Cinsi həyatda uyğunluq, tən uyğunluğu deyir türlər buna yəqin ki, bunu eşitmişsiniz. Yəni, bir-birinizə o feromonlar, qoxu, o qulağın dalına qoxulayanda necə doğmalıq hiss edirsən, bağrına basanda, onu qoxulamaq, öpmək, dişləmək istəyirsən, davamlı olaraq cinsi əlaqənin özü olmasa, cinsi əlaqə mənşəli ünsiyyət istəyirsən, bədənsəl toxunuş istəyirsən. Bu, cinsel uyğunluqdur və hər iki nəfərdə hansı dərəcədə yəni, uyğundur. Hər ikisində bir-birinə qarşı 5 baldan yuxarıdırsa, bu deməkdir ki, cinsel uyğunluq da var. Deməli, rasional, emosional və seksual uyğunluq varsa, bu cütün ünsiyyətlər davamlı ola bilər. Düzdür, ünsiyyətlərdə mərhələlərə bölürlər, deyirlər, məsələn, başlanğıçda konfet-buket mərhələsidir, 3 ildən sonra bu mərhələ ölür, artıq ağıllı seçim mərhələsi başlayır, doğrudur. Amma baxın, mən nə təklif edirəm? Əvvəldən bunu anlasaq, əvvəldən baxın, düşüncəsi uyğun olan cüt, 2 oğlan və qız, bir-birinə cazibə, sevgi, vuruldular, hiss etdilər, oturub çay içirlər, söhbət edirlər, cinsi əlaqəyə qədər. Bunu çox ciddi anlamalıyıq. Çünki bizim emosional intellektimiz olmalıdır ki, dünya görüşümüz elə olmalıdır ki, hisslərimizi tanıya bilək. Hisslərimizi tanıyırıqsa, hisslərimizi idarə etməyə bacarmalıyıq. Nə qədər bir-birinə qarşı güclü sevgi cazibəsi varsa, 2 nəfər arasında, yenə də idarə edərək oturub bir ağılla söhbət etmək lazımdır əvvəldən. Çünki 3 il sonraki məyusluq, evlənəndən sonra qucağında bir uşaqla olan məyusluq çox ağır məyusluqdur. Ona görə, əgər nə qədər bir-birinizə sevgi və cazibə hiss edirsinizsə edin, oturub danışa bilsəniz, bəri başdan təfəkkür, rasional uyğunluğu aydınlaşdıra bilsəniz, 3 il sonra travmatik məqamlar üzrə çıxanda, bir-birinizin bədəninizdən o qədər də əvvəlki qədər cazibə hiss etməyəndə, məhz ağıl, məhz dərrakə uyğunluğunuz sizin ünsiyyətinizi qoruyacaq. Ona görə budur ki, məsələ, əvvəldən bu 3 səviyyəni yoxlayın. Rasional və emosional, seksual, hər 3 səviyyə. Tutaq ki, qadın və kişi bir-birinə cinsel və emosional cazibə hiss edirlər. Daha çox cinsi cazibədən başlayır da bu. Bu başlayır aşağıdan yuxarı. Mən təklif edirəm ki, siz yuxarıdan aşağı gedəsiniz. Yəni, cinsi cazibə hiss edirsinizsə, azad varlıqlarsınızsa, birləşməyə niyyətiniz yaranırsa, birinci cinsi cazibəyə baxacaqsınız. Cinsi cazibə yoxdursa, o cütün köklü ünsiyyətləri mümkün olmayacaq. Cinsi cazibədə qadının bir hissiyatı var, mən bu kişiyə vuruldum, mən bunu qucaqlamaq istəyirəm, barın basmaq istəyirəm. Kişidə də qadına qarşı mən bununla birgəlik istəyirəm. Platonik hisslərdən getmirlər. Platonik hisslər heç vaxt aparıb möhkəm ünsiyyətə çıxartmır. Nə qədər təəccüblü də olsa, birinci bazada cinsil, yəni yanaşma, cinsel cazibə vacibdir. Amma cinsel cazibə hər şey deyil. Mən bayaq dedim, 3 səviyyə var. Deməli, aşağıdan yuxarı hissiyat gəlsə də biz
oturub onunla söhbət edə-edə yuxarıdan aşağı getməyə çalışmalıyıq. Birinci aydınlaşdırmalıyıq ki, görən ağlımız da uyğundurmu? Nə olsun cazibəmiz var? Övladlarımıza da bunu öyrətməliyik, özümüz də bunu anlamalıyıq. İki nəfərin cazibəsi heç də hər şeyi həll etmir. Cinsi cazibə mütləq olmalıdırmı? Olmalıdır kişi və qadın münasibətlərində. Amma onu atırıq yaddaşa və ünsiyyətə başlayırıq. Çay içmələr, kofe içmələr, söhbətlər, sonra birgə filmə baxmalar, birgə səyahətlər haqqında düşüncələr, birgə emosional hallar, xatirələri danışıb kövrəlməklər, birgə psixoloqa vizitlər. Cinsi əlaqə fikir verirsə, axıra saxlayırıq. Baxmayaraq ki, cinsi cazibə var başlanğıcda, cinsi əlaqə ünsiyyətin özünü axıra saxlamalıyıq ki, o konfet buket mərhələsindən sonraki sürprizlərlə rastlaşmamağı bacaraq. Bəri başdan bilək ki, 3 ilmi sonra, 3 ayımı sonra, 5 ayımı sonra travmalar üzə çıxa bilər. Onda oturub müzakirə edib, psixoloqa birgə getməklə birgə düşüncəli qərar vermə imkanımız olsun və özümüz bunu həll edə bilək. Niyə? Çünki düşüncəmiz 50%-dən çox uyğundur. Oturub danışa bilirik. Yəni kişi-qadın münasibətlərində bu məqam, bu sir, bu anlayış var. Deməli biz bilməliyik ki, rasional tərəfimiz nə dərəcə uyğundur, emosional və cinsəl tərəfimiz. Amma ünsiyyət başlayır cinsəl cazibədən, sonra biz rasional və emosional oturub araşdırmalıyıq. Onlar da uyğundursa, ya Allah, münasibətləriniz mübarək olsun. Bir vacib məsələ də var, kişi və qadında biraz burada fərqlər var. Qadınlar və kişilərin emosional, rasional və seksual səviyyədə münasibətlərində fərq var. Kişilər daha çox rasional və cinsəl, yəni seksual müstəvidən yanaşır məsələyə ilk növbədə. Qadınlar isə daha çox emosional olmağı xoşlayırlar. Fikir verirsiniz, 3 səviyyədir axı. Belə çıxır ki, erkək qadına yanaşanda onda öz emosiyasını tapır. Kişinin zaten seksual aktivliyə həmişə hazırdır. Rasional da kişilər zaten düşünməyə meyillidirlər beyin qabığının quruluşu nisbətinə. Mən fərqlər və üstünlüklərdən danışmıram. Amma funksional fərqlər insanların hüquq fərqi demək deyil. Bunu bura xahiş edirəm bizim orada izləyən feminist xanımlar yanlış anlamasınlar. Amma kişilər rasional ünsiyyətə və cinsi cazibə anlayışı üzərindən yanaşmağa meyillidirlər. Qadınlar isə hisslər. Sevdim, bayıldım, həsrət çəkdim, darıxıram, ünsiyyət, emosiya, sevgi istəyirəm. Və ideal münasibətlərin başqa bir aspektləri bu olur məhz. Kişilərə rasional və seksual yanaşmalarında kişi öz seksuallığını idarə edib, qadınla emosional ünsiyyət qurmağa çalışmalıdır. Qadın da artıq ünsiyyət dərinləşəndə kişilərlə daha rasional və seksual olmağa çalışmalıdır. Maraqlıdırmı? Bax, diqqətlə qulaq asın. Qadın anlamalıdır ki, beyni ilə kişi nə düşünür və düşüncəyə uyğunluq əldə etməyə çalışmalıdır. Eyni zamanda qadın kişinin seksual cazibə üzərindən rabitəyə girdiyini anlayaraq cinsi tələbatını düşünməlidir erkəyin. Amma bir şərtlə ki, erkək də, kişi tərəfdə qadının emosiyalarını düşünəcək. Bilirsiniz nə demək istəyir? Bu bir ideal birlik olur da. Yuxarıda rasional və seksual səviyyə, aşağıda da emosional səviyyə və dövrə qapanır. Yəni kişi öz cinsəlliyini ağlı ilə idarə edək qadına yanaşmalıdır. Onun emosional tərəfini doydurmağa çalışmalıdır. Emosional tələbatlarını ödəməyə çalışmalıdır. Amma emosional tələbat bir nəfərin vaxtilə efirlərdə dediyi kimi iPhone almaq deyil. Yəni emosional tələbat hisslərini, onun sevgi tələbatını, sığal, nəvaziş, anlayış, doğmalıq, dinləmək kimi o hisslərini oyatmağı bacarmalıdır kişi. Cinsəl hisslərini yox. Anlayırsınızmı? Qadın isə kişinin cinsəl hisslərini və ağlını oyatmağı bacarmalıdır. Qadın kişinin ağlını necə oyada bilər? Kişi tutaq ki, filosofdursa, qadın da fəlsəfədən başı çıxırsa, dövrə qapanır. Kişi cinsi həvəsi çoxdur, qadın da bu cinsi həvəsi qarşılıq verirsə, dövrə qapanır. Kişi də, bir də vurğulayıram, qadının hisslərini cavab verəcək davranış irəli sürürsə. Və bu aparır, ideal münasibətlərə çıxardır. Belə bir yanaşmanı istəyərdim, biləsiz. Kişi-qadın münasibətlərində təklif etdiyim, yəni bu dəfəki veriliş üçün bu qədər. Təbii ki, mövzunun başqa aspektləri var, dərinlikləri var. Elə o rasional tərəfimizlə bağlı, emosional tərəfimizlə və seksual tərəfimizlə bağlı yeri gəldikcə dərinləşdirəcəm. Bütün cütlərə ünsiyyətlərində dərrakəli olmağı, emosional intellektə sahib olmağı və cinsel aktivliyi arzu edirəm. Xoşbəxt, sağlam olun.